Yaxşı çək görürsən, yağış yağır, hər yeri su basır. Ay xanım, mən sənə bir yerdən telefonda onu başa salmaq istəyirəm ki, dünən sifariş veribsən mebeli. Mebelin də hazırdır. Dırğadır yığırsan mənə, deyirsən ki, qardaş, nə oldu mənim mebelim, nə oldu? Yola sala bilmirəm. Maşınlar işə çıxmayıb, qardaş, bu havada heç bir mebel aparmır. Gördüyün kimi, sənin malların hazırdır, heç bir beh də səndən almamışam. O dediğin sözlərə görə sənə də mal verəsi deyirəm. Yəni ki, əziz izləyicilər, 2 qapı dolab, gecə ilə hazırlamışıq. Eni 80 hündürlüğü 2 metre, derinliği 45 santim. Bu tarafı polka, bu tarafı asılgan. Kıymeti 140 manat. 3 kapı dolap. 1.27 hündürlüğü 2 metre, derinliği 45 santim. Bu tarafı bakın yakından. Bu tarafı asılgan. Bu tarafı polka. Kıymeti 160 manat. Komod 80'den 90'a. Kıymeti 100 manat. Renk seçimlərdə mövcuddur. Nə renkdə istəyirsiniz fazla deyil. Hanım elə bilirsən ki, sən mebelin əlində qalacaq, satılacaq. Gündə 5-6 dənə satırıq. Sadəcə başa düşmək lazımdır insan. Yaxından çək.